Qələbə. Atabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində 6000-ə qədər müharibə təcrübələri görmüş atlı Fəxrəddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundan 4000 nəfəri Seyid Əlaəddinlə bərabər Naxçıvan qələsini işğal edəcək və Atabəyin sərkərdəsi İbn İddarın Ziyamülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan 2000 nəfər isə Fəxrəddinlə bərabər Kür çayının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi. Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi. Atabəyin yanında gələn qoşunun sərkərdəliyi vaxtilə Aran qoşununun sərkərdəsi Hüsaməddinə tapşırılmışdı. Bu xətlə 4000-dən ibarət Fars və Ərəb atlıları Araz çayından Xudafərin körpüsünü keçib Qarabağdan Bacıravan tərəflərinə qədər irəliləyirdi. Fəxrəddin Atabəy və Hüsaməddinlə gələn qoşunun vəziyyətini öyrəndikdən sonra Əlibəyli kəndi ilə Əbubəkir kəndlərinin arasındakı düzdə düşmənə qarşı bir meydan müharibəsi verməyi qərarı almışdı. Buna görə də Xudafərin körpüsündən başlayaraq bütün xalqın kəndləri və şəhərləri boşaldıb Bacıravana qədər çəkilmələrinə əmr verilmişdi. Hüsaməddinin ordusu Araz çayından keçdiyi gün Fəxrəddinin ordusu da Gəncədən cəbhəyə yola düşdü. Ordu Gəncədən İsfahan kəndinə qədər olan 12 fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. Ordunu cəbhəyə yola salmaq üçün Aran şəhərlərinin hamısından xalq dəstələri axıb Gəncəyə gəlmişdi. Xalqda baş verən bu qədər ruh yüksəkliyi ordu xalqının mənəvi qüvvətini bir daha artırır və düşmənlə üz-üzə gəlmək üçün tələsdirirdi. Arası kəsilmədən dəstə-dəstə atlılar gəlib Fəxrəddinin ordusuna qoşulur və ordunun sayını artırırdı. Artıq İsfahan kəndində qoşuna say verildiyi zaman ordunun 3000 nəfər atlıdan ibarət olduğu məlum oldu. Uzun yolun hər tərəfində qızlar və gəlinlərin dəstələri əllərində güllər, çiçəklər və əlvan-əlvan yeməklər müharibəyə gedən qəhrəmanları qarşılayırdı. Onlara cürbəcür tapşırıqlar verirdilər. Sizə yaxşı yol, qələbə və zəfərlər diləyirik. Sizə ancaq zəfərlə döndüyünüz zaman çiçəklərlə qarşılayacaq və öpəcəyik deyirdilər. Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. Burada cəbhəyə gedən qoşunun şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Bütün düzlər və təpələr qoşunun tamaşasına çıxan kəndli qızlar, kəndli gəlinlərlə bəzənmişdi. Çayın kənarında yüzlərcə ton qalqalanmışdı. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur və təmizlənmiş qoyun cəmdəkləri ağaclara taxılıb közlərdə qızardılırdı. Yüzlərcə aşıq sazlarının tərənnümləri eşidilir, yüzlərcə gəlin və qız rəqs edir və oxuyurdu. Yedilər, oynayıb çaldılar, nəhayət gün batan zamanı görüşüb, vidalaşıb ayrıldılar. Qızlar nişanlıları və gəlinlər gənc ərləri ilə vidalaşdığı zaman deyirdilər: İndi baxıb görüm mənim başımı uca eləmək üçün nə iş görəcəksən? Ancaq qələbə ilə gəldiyin zaman səni qucaqlayıb öpəcəyəm. Nizəndə düşmən başı görməsəm, istiqbalına çıxmayacağam. Mənə verəcəyin birinci hədiyyən qələbən olmalıdır. Düşməni sərhəddən içəri buraxsan, evə qayıtma. Nizami Fəxrəddinlə öpüşüb vidalaşdığı zaman ona belə tapşırıqlar verdi. Vuruşma zamanı özünü qoşunun arxasında gizləmə. Çünki durna öz başçısını qabaqda görməsə havada uça bilməz. Sənin mindiyin at hər bir atdan qabaqda və sürətlə yürüməlidir. Hücum etdiyin zaman sənin atın dalınca gələn
ordudan çox qabaqda getməlidir. Çünki düşmən ox atdığı zaman tək atlını yox, dəstələri hədəfə alır. Düşmənin adlı sanlı pəhləvanının qabağına atsız, sansız və təcrübəsiz adamların çıxmasına imkan vermə. Düşmən sənin özünü müharibəyə çağırdığı zaman meydana çıxmaqdan boyun qaçırma. Çünki sərkərdəsini qorxaq görən ordu çətin müharibələrdə iş görə bilməz. Düşməni Araz çayına qədər qovandan sonra cənuba hücum etmə. Ordunu uzaq səfərə aparıb yorma. Çünki bir gün Atabəyin böyük qüvvəsi ilə üz-üzə gəlməyə məcbur olacaqsan. Nizaminin böyük tapşırıqlarından sonra Fəxrəddin atını məhmizləyib yola düşdü. Səhər idi. Ay dağın başından naməhrəm qadına baxan kişilər kimi başını uzadıb Hüsaməddinin ordusu düşən qərargaha boylanırdı. Əlibəyli kəndi ilə Əbubəkir kəndi arasındakı düzdə yerləşən çadırlara baxıldığı zaman geniş düzlərə ağ kəpənək qonduğu zənn olunurdu. Müxtəlif dillərdə danışan ordu nəfərləri atlarını kiçik çayın kənarında tumarlayır, çimdirir, hər kəs öz dilində oxuyurdu. Uzaqda çadırların qarşısındakı nizə çatmalarına baxıldığı zaman Əlibəyli kəndinin düzlərində gənc bir meşəlik salındığı zənn olunurdu. Çadırların qabağında dolaşan keşikçi Əlibəyli kəndinin şimalında düşən dağ silsilələrinin arasından düzəngaha qarşı dəhşətli bir selin axdığını gördü. Bu sel Hüsaməddinin ordusu üzərinə hücum edən qalın toz təbəqələrindən ibarət idi. Keşikçi dərhal Hüsaməddinin çadırına qaçdı. Çadırın qapısındakı qarovul onu içəri buraxmadı və sərkərdə yatmışdır, o yatmağa icazə verməmişdir deyə onu rədd etdi. Qarovul fars idi. O təhlükənin yaxınlaşdığını görüb qışqırdı. Baba, çi vəqti xabidənəst. Düşmən miyadət bezudi pədəri məradər miyarət hey. Baba, bu nə yatmaq zamanıdır, düşmən gəlir. Tezliklə bizim atamızı qəbirdən çıxardacaqdır ey. Fars keşikçisi qorxusundan o qədər ucadan qışqırdı ki, Hüsaməddin sərxoşluğun şirin yuxusundan ayıldı. Tirmə xələtini üstünə salıb çadırdan dışarı çıxdı. Əlini alnına qoyub toz axınına baxınca əlini əlinə vurub düşmən gəlir dedi və Fars keşikçisindən daha ucadan qışqırdı. Ordu, hazır ol dedikdən sonra yüzlərcə şeypurun səsi birdən eşidildi. Çayın kənarındakılar çılpaq atların üzərinə sıçrayıb çadırlara üz qoydular. Çadırdakılar da dərhal silahlanıb atın belinə atıldı. Hüsaməddin geyinib yəhərin üstünə qalxdı. Toz təbəqəsinə qarşı 200 nəfər inanılmış atlı ilə hücum etdi. Yüzlərcə at ağzını açıb bir-birinə yaxınlaşırdı. Qaçan atların geniş açılmış burun deşiklərindən çıxan şiddətli nəfəslər toz təbəqələrini yarıb, qılınc və mizraq oynatmaq üçün fəzanı təmizləyirdi. Bir anda hey, hey səsləri düzləri və dağ dərələri ağzına aldı. Qəhrəmanların qışqırıqları Qarabağ və Aranın dağ silsilələrində əks edərkən dağlardan qəmərat, sağa dön, sonaday geriyə atıl, kürən at, irəliyə, əbləğ, irəliyə səsləri eşidilirdi. Qılınc müharibəsi idi. Qılıncların ağzında çeynənən qalxan qırıntıları havadan axıb atların ayaqları altına tökülürdü. Günəş ucalmışdı. Lakin o dəhşətli qırğın davam edən Əlibəyli düzünü işıqlandırmağı bacarmırdı. Bir-birini qarşılayan 7000 qılıncdan havada keçilməz bir hasar çəkilmişdi. Hüsaməddinin ordusunun vəziyyəti ağırlaşdı. Çünki Fəxrəddinin ordusunun mühüm bir hissəsi Əbubəkir kəndinin şərq tərəfindən onun arxasına hücuma başlamışdı. Hüsaməddin ordusunun mühasirə vəziyyətində olduğunu hiss edərək nicat yolu axtarırdı. Buna görə də ölümdirim müharibəsinə başlayıb vuruşurdu.
Fəxrəddin əlində siyirmə qılınc atlının qabağında göründü və Hüsaməddini səslədi. Hanı bu ordunun qəhrəmanı? Hanı Hüsaməddin dedikdə Hüsaməddin atını məhmizləyib Fəxrəddinə qarşı sürdü. Düzlər və təpələr, yəhərləri qarınlarının altına düşən və cilovları qollarına dolaşaraq qılınc yarasından inləyən atlarla dolmuşdu. Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. Düzlərdən və təpələrdən ərəb və fars atlılarının vay madər, vaveyla səslərindən başqa bir səs eşidilmirdi. Mühasirə xəttini yarıb qaçmağı bacarmayanlar nicatını qılıncda və mizraqda arayırdı. Hüsaməddinin atı vuruşan dəstələrin arasından qızmış şir kimi çıxdı. Onun gözləri qarşısını görmürdü. O ancaq öz qəlbindəkiləri görürdü. Onun qəlbində Qətibənin dodaqları danışır və ondan Fəxrəddinin başını tələb edirdi. Bunun üçün Fəxrəddin kimi şöhrətli bir pəhləvanın qarşısına çıxmaq o qədər də çətin deyildi. O, daima qəlbində Qətibənin səsini dinləyirdi. Sanki o səs Hüsaməddini xoşbəxt bir həyata doğru cəlb edirdi. O, 4000-lik bir ordunu itirdiyini və özünün məğlublar cərgəsində durduğunu nəzərə almayaraq, atını bir qalib pəhləvan kimi irəli sürürdü. Nəhayət, o Fəxrəddin duran yerə yaxınlaşınca başını qaldırıb öz qarşısında Fəxrəddini gördü. Atının cilovunu çəkdi. Bir neçə dəqiqə onlar bir-birinə diqqətlə baxdılar. Nəhayət, Fəxrəddin sözü başlayaraq Hüsaməddini məzəmmət etməyə başladı. Bir ordunun başçısı kimi səni öldürmək mənim üçün ən vacib işlərdən biridir. Lakin sənə qılınc vurmaqdan utanıram. Çünki qılıncımın namussuz və həyasız bir adamın qanına batmasını özüm üçün həqarət hesab edirəm. Alçaqsan, çünki 4000-dən ibarət fars və ərəb qoşununu dalına salıb öz vətənini qarət etməyə və öz vətəndaşlarını qırmağa gəlmisən. Şimali Azərbaycanı talamaq və məhv etmək üçün gələn ordunun içərisində səndən başqa bir nəfər də Azərbaycanlı olsaydı, mən sənə alçaq deməyə cəsarət etməzdim. Alçaqsan. De görüm, sən Nizaminin evində verdiyin əhd və peymanı unuttunmu? Sən Azərbaycan xalqının rəhbərlərinə qarşı düşmən hərəkətdə bulunmamağa söz verməmişdinmi? De görüm, Araz çayından bura qədər yandırdığın kəndlərin günahı nə idi? İndi isə öz cəzanı almağa hazır ol. Hüsaməddin cavab verməyə macal tapmadı. Çünki Fəxrəddin atını məhmizləyib onun ətrafında dolaşırdı. Hüsaməddin qılıncını siyirib Fəxrəddinə qarşı atını məhmizlədiyi zaman Fəxrəddinin kəməndi onun qılıncını qolları ilə bərabər bədəninə sarılmışdı. Fəxrəddin atını məhmizləyərək geri dönərkən Hüsaməddini yəhərdən çıxardı. Hüsaməddinin əsir düşdüyünü görən İraqlılar onu qurtarmaq üçün ümumi hücuma keçdilər. Qanlı müharibə oldu. Nəhayət, Hüsaməddini əsirlikdən qurtarıb aradan çıxara bildilər. Müharibə gün batana qədər davam etdi. Atabəy ordusunun yarıdan çoxu qılıncdan keçirilir və minlərcə insan meyitləri at dırnaqlarında çeynənirdi. Qaranlıq düşəndə Hüsaməddin sağ qalan yaralı və yorğun adamları ilə bərabər üzünü Araz çayına tərəf çevirib qaçdı. Qərargah Aran ordusunun əlinə keçdi. Qənimətin hesabı yox idi. Şahmat. Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı. Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi. Ruzigardan və sudan təzə həyat alan qönçələr
pərdəsini ataraq yeni bir həyata atılmağa hazırlanırdı. Küsmüş qızlar kimi kifriklərini bir-birinin üzərinə örtən Nərgiz gülü də şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəki qırmızılığa baxırdı. Yetim qızlar kimi bir guşədə unudulub qalan Bənövşə boynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərində oturmuşdu. Hovuzun kənarında ağ qətifələrə bürünüb duran ördəklər günəşin sərdürüt təpələrinin dalında gizləndiyini görərək axşam nəğməsinə başlamışdı. Atabəy Məhəmmədlə Qızıl Arslan otaqdan çıxıb eyvanda qoyulmuş kürsülərin ətrafında dolanır və danışırdılar. Atabəy Qarabağ xətti ilə Gəncəyə girmək üçün göndərilən ordunun vəziyyətindən xəbərdar deyildi. Mərənd xətti ilə Naxçıvanı işğal etmək istəyən İbn İddarın dəstəsindən də ümidverici xəbərlər alınmamışdı. Onları Seyid Əlahəddinin atlıları döyüb Ziyalmülk körpüsü vasitəsilə Araz çayının cənubi qərb sahilinə sıxışdırmışdı. Atabəyin bütün ümidi Hüsaməddinin riyasəti altında gedən orduya idi. Çünki Atabəy Hüsaməddinin Şimali Azərbaycanlılarla tanış olduğuna və sınanmış bir sərkərdə sayıldığına inanırdı. Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb qazanmadığına fal vurmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana "Gəl otur, bir əl şahmat oynayaq" dedikdə Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəhvəsini bölüşdürməyə başladılar. Piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz atları irəli sürməyə çalışırdı. Qızıl Arslan Atabəyin nə etmək istədiyini bilir və onun irəli sürdüyü atlının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu anlayırdı. Qızıl Arslan düşünə-düşünə oynayırdı. O qarşı-qarşıya duran atlıları müqayisə edirdi. O, Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də Fəxrəddin deyə fal vurduğu atı irəli sürürdü. Oyun çox da uzun çəkmədi. Hökümdarın əmri ilə irəli yüyürən atlı artıq şahmat taxtasının üzərində görünmürdü. Şah mat olunca Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı. Yenə də Qızıl Arslanla eyvanı dolaşmağa başladı. Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevinirdi. Qızıl Arslan Azərbaycanlıların məğlubiyyətini Eldəniz xanədanının məğlubiyyəti kimi hesab edirdi. Qızıl Arslan Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyat və sənətinin bütün yaxın şərq ölkələrinə işıq sala biləcəyinə inanırdı. Xidmətçi daxil olub baş endirdi və Atabəyə müraciətlə "Həşəmətli Hüsaməddin gəlib, hüzura yetişmək arzusundadır" dedikdə Atabəy diksindi. Şahmatda uduzduğu atlının gəlməsindən şübhələndi və istər-istəməz "Qoy gəlsin" dedi. Hüsaməddin eyvana daxil olub baş endirib dayandı. Qızıl Arslan və Atabəy Məhəmməd onun üzünə baxan kimi qalib çıxmış sərkərdəyə bənzəmədiyini dərhal hiss etdilər. Atabəy Məhəmməd ona sual verdi. "Ordunun vəziyyəti necədir? Ordumuz hara qədər irəliləmişdir?" Hüsaməddin çox təxirlə cavab verdi. Çünki o, vəziyyəti olduğu kimi Atabəyə danışmaqdan qorxurdu. Atabəy cavab gözləyirdi. Nəhayət, Hüsaməddin başını yuxarı qaldırıb cavab verdi. "Əlahəzrətin tapşırıqları yerinə yetirilmişdir. Biz Araz çayını keçən kimi Baciravan altına qədər yol üzərində və yoldan kənarda nə qədər kənd varsa hamısını yandırdıq. Bütün kəndlər, bütün tarlalar və əkinlər at dırnağında tapdalanıb tələf oldu. Xudafərindən Əlibəyli və Əbubəkir kəndlərinə qədər yaşıllıqdan bir əsər də yoxdur. Lakin körpüdən Baciravan altına qədər heç bir kəs rastımıza çıxmadı. Əhali kəndləri və yurdları boşaldıb köçmüşdü." Hüsaməddin sözünü burada saxladı. Atabəy isə tələsik və həyəcanlı bir sual da verdi. Sonra, nəhayət, Əbubəkir kəndi ilə
Əlibəyli kəndləri arasında olan düzəngahda düşmənin təxminən 3000 atlıdan ibarət bir dəstəsinə rast gəldik. Onlar bizə heç gözləmədiyimiz tərəfdən hücum etdilər. Sonra necə oldu? Sonra da gün çıxandan başlayıb gecənin qaranlığına qədər qılınc davası davam etdi. Hər iki tərəf böyük tələfat verdi. Atabəyin səbri tükəndi və bədəni titrəyə-titrəyə soruşdu. Qərargah kimin əlində qaldı? Qərargahda insan meyitlərindən başqa nə vardı ki? Bir də burasını nəzərə almaq lazımdır ki, bu qədər az bir qüvvə ilə irəli hərəkət etmək mümkün ola bilməzdi. Buna görə də dəyərli bir qüvvə aparmaq üçün Əlahəzrətin hüzuruna gəldim. Atabəy acıqlandı. De görüm hazırda sənin ordun haradadır? Müharibə edə-edə çəkildik. Başqa cür ola bilməzdi. Hazırda ordudan salamat qalanlarla yüngül yaralıların hamısı Araz çayının cənub sahilindədir. Demək ki, Aranlılar sizi Araz çayına qədər döyə-döyə qaçırıbdır. Bəli, vuruşa-vuruşa çəkilmişik. Atabəy öz-özünə, bəli, vuruşa-vuruşa çəkilmişik dedikdən sonra Hüsaməddinə tərəf dönüb qışqırdı. Rədd ol gözümdən, get əmrimi gözlə dedi. Hüsaməddin təzim edib dalı-dalı çəkildi. Pilləkənlərdən düşüb getdi. Atabəyin rədd ol deyə qışqırması Qətibənin tapşırdığı gizli vəzifəni ona xatırlatdı. İndi o, Atabəy Məhəmmədə qarşı yalançı bir sui-qəsd deyil, həqiqi bir sui-qəsd hazırlamaq qərarına gəldi. Gözəl. Payız idi. Yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızılgüllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü. Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları heyvanların dırnaqları altında çeynənirdi. Çınardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi 5 barmağını açıb yalvarırdı. Xəzan fəslinin bu kədərli günlərində Atabəy Məhəmmədin böyük ordusu Araz çayından keçib Şimali Azərbaycana doğru irəliləyirdi. Cahan Pəhlivan ləqəbini daşıyan bu hökmdarın dəhşətli bir ordu ilə Təbrizdən hərəkət edib çayı keçməsi Şimali Azərbaycana ciddi bir təsir bağışlamışdı. Aranlılar Atabəy Məhəmmədi Kür çayının kənarında qarşılayıb bir meydan müharibəsi verməyi qərarı almışdılar. Atabəy qədəm qoyacağı hər qarış yeri öyrənə-öyrənə və tam bir ehtiyatla hərəkət edirdi. Payızın şiddətli yağışları Atabəy ordusunun sürətlə hərəkətinə imkan vermirdi. Ordu Qarabağdan hərəkət edərək 12 fərsəng məsafədə olan Canpolad kəndinin ətrafında qərargah qurmuşdu. Yağışların şiddəti Atabəyin çadırda yaşamasına imkan vermirdi. Buna görə də Atabəy üçün Canpolad kəndində gözəl və 2 mərtəbəli bir binada mənzil hazırlamışdılar. Atabəy Canpolad kəndinə gəldiyi zaman təəccüb edirdi. Çünki Qarabağdan Arana gedən yolun şərq tərəfində düşən bu kənd Atabəyin hökm sürdüyü məmləkətlərdə yeganə bir kənd idi. Kəndin diqqəti cəlb edəcək cəhətlərdən birisi də bütün binaların 2 mərtəbəli olması və bir quruluşda tikilməsi idi. Küçələr olduqca təmiz, daş döşəməli 2 tərəfdən axan suların üstü örtülü idi. Küçələrdəki 2 cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. Atabəy kəndə girdiyi zaman
Onu çiçək və reyhan qoxuları qarşıladı. Hətta onun qarşısına çıxan kəndlilər də başqa kəndlərdə təsadüf etdiyi kəndlilərə bənzəmirdi. Xüsusən qadınların kişilərdən qaçmaması və onların tamamilə bir-birinə bənzər libasda olması da Atabəyin diqqətini cəlb edirdi. Ordunun böyük bir hissəsi Canpolad kəndindən keçib Bazarcıq və Bərdə tərəflərinə qədər irəlilədiyinə baxmayaraq, Atabəyin özü Canpolad kəndində istirahətə məşğul olub, Gəncəyə hərəkət etmək üçün yağışların dayanmasını gözləyirdi. 20 gündür ki, Atabəy Canpoladın evində idi. O hər gün öz xidmətində təzə adamlar görürdü. Hər gün süfrəni başqa qızlar və başqa gəlinlər hazırlayırdı. Eyni zamanda bunların hamısı da gözəl, təmiz və mədəni idi. Bir biçim, bir keyfiyyətli libas geyirdilər. Atabəyin fikrincə, onun süfrəsinin yeməyini hər gün bir evdən gətirirdilər. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeksənək libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir. Atabəy naharda və şamda cürbəcür adamlar gördüyü üçün 20 gündən bəri kimin evində yaşadığını bilmirdi. Kənddə Atabəyin diqqət nəzərini cəlb edən bu mədəniyyət kəndin talandan xilas edilməsinə səbəb olmuşdu. Atabəyin əmrinə görə qoşunun kəndə girməsi qadağan edilmişdi. Atabəy xəbərdar olmasa belə yaşadığı evin sahibi Canpolad adında yaşlı bir kişidən, bir qız, bir də qadından ibarət idi. Ailə Atabəy yaşadığı evin qarşısındakı bağçanın axırındakı bir mərtəbəli 3 otaqda yaşayırdı. Bu da göstərirdi ki, bu müəmmalı kəndin əsas adətlərindən birisi də ailə başına bir otağın mövcud olmasıdır. Atabəy tez-tez yaşadığı evin qarşısındakı bağçaya çıxıb gəzirdi. Həyətin xiyabanlarında cərgə ilə bitən ağacların hamısı payızda yetişən meyvələrdən ibarət idi. Həyətdəki payızı armud, heyva və cürbəcür meyvələr Atabəyin heyrətinə səbəb olurdu. Hər gün nahar süfrəsinə verilən üzümlər, otaqların qabağındakı meynələrin torbaya tikilmiş üzümlərindən idi. Atabəyin yaşadığı binada insanın ehtiyacı üçün hər nə lazım idisə var idi. Onlar zəngin olmasa belə təmiz və mədəni idi. Atabəy kimin evində və nə şəraitdə yaşadığını öyrənməyə çalışırdı. Çünki 20 gündən bəri onun özü və adamları burada yeyib içirdi. Buna görə də kimi mükafatlandırmaq lazım gəldiyini bilmək lazım idi. Gecə idi. Ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib, odun anbarından odun götürmək istəyirdi. Hamı yatmışdı, cınqırını çəkən yox idi. Bağçada bir səs varsa, o da xəzan yağışlarının yarpaqlara düşüb səslənməsindən və kədərli bir musiqi tərənnümü təşkil etməsindən ibarət idi. Arabir su ilə dolmuş yarpaqlar qopub qızın başına düşür və qızın açıq saçlarını isladırdı. Bağçada, hətta Atabəyin yatdığı binanın həyətində bir kimsə görünmürdü. Atabəyin keşikçiləri də yağışdan qorunmaq üçün öz otaqlarına girib uyumuşdular. Ev sahibinin qızı Atabəyin yatdığı binanı keşikçisiz görüncə mat qaldı. Öz-özünə nə qədər böyük ehtiyatsızlıq dedi. Əcəba, böyük bir ordu ilə böyük xalqın müharibəsinə gedən hökmdarı keşikçisiz buraxmaq yararmı? Bu vəziyyət qızı düşündürürdü. O tut ağacının altında durub həyətə baxırdı. Qız əvvəlcə Atabəyin köçüb getdiyini zənn etdi və qayıdıb atasına xəbər vermək istədi. Bir ayaq səsi eşidib, dərhal tut ağacının arxasında gizləndi. Keşikçilərin otağından bir nəfər əlində qılınc dışarı çıxıb, bir neçə baş o tərəf bu tərəfə gedib boylandı və kimsəni görmədiyindən yenə də qayıdıb keşikçilərin otağına getmək istədi. O odun anbarının yanından keçdiyi zaman anbardan 3 nəfər çıxıb, daldan keşikçinin başına palaz atıb anbara çəkdilər. Onlar keşikçini anbara çəkdikdən sonra başqa birisi dışarı çıxıb keşikçilər yatan otağın qapısını dışarıdan bağlayıb yenə də anbara qayıtdı. Qız bu hadisəni görüncə
Başında tükləri qabardı. Vücudunun damarları çəkişməyə başladı. O yaxın dəqiqələrdə bir təhlükə baş verəcəyini təyin edərək bir an düşündü. Özünü heç də şaşırmadı. Öz-özünə nədən qorxursan deyərək əlində iti balta olduğu halda tələsik gəlib odun anbarının qapısını daldan bağladı və Atabəyin yatdığı otağın qapısına gəlib dəli adamlar kimi qapını döyməyə başladı. Atabəyin otağında işıqlar yandı, lakin Atabəy qapıya gəlməkdən çəkindi. Çünki qapını adi bir surətdə döymürdülər. Atabəy dayanıb düşünürdü. Orduya şəbxun vurulduğunu xəyalına gətirmirdi. Çünki Xudafərin körpüsündən Bərdəyə qədər onun qoşunlarının əlində idi. Qapı bir daha dəhşətlə vuruldu. Atabəy qılıncını sıyırıb qapının dalısına gəldi və soruşdu. Qapını döyən kimdir? Hökümdar, qapını açın. Sən kimsən? Ev sahibinin qızıyam. Ne üçün gəldin? Hökümdar, sizi bir təhlükə gözləməkdədir. Qorxmayın, qapını açın. Nə kimi təhlükə? Təfsilat verməyə vaxt yoxdur. Nədən qorxursunuz? Mən bir nəfər qızam, aç qapını. Vaxt keçir, təhlükə burnunun ucundadır. Atabəy siyirmə qılınc qapını həyəcanla açdı. Qapıda uzun boylu bir qızı əlində balta görürkən təkan yedi. Qızın onu öldürmək üçün gəldiyini zənn edərək qılıncını qaldırıb vurmaq istədikdə qız baltanı qılıncın qarşısına tutub vüqarla dedi. Tələsmə hökümdar. Yaxşılığa qarşı yamanlıq böyük adamlar üçün nöqsandır. Mən səni öldürmək üçün yox, ölümdən qurtarmaq üçün gəlmişəm. Atabəy əlini saxlayıb təəccüblə soruşdu. Məni ölümdən qurtarmaq? Bəli, ölümdən qurtarmaq. Uzun danışmağa vaxt yoxdur. Keşikçinin başına palaz atıb odun anbarına apardılar. Qapını dışarıdan bağlamışam. Canilər anbardadır. Keşikçilər yatan otağın qapısını eşikdən bağlayıblar. Atabəy yenə də eşiyə çıxmağa tərəddüd edirdi. Nəhayət qız acıqlanaraq, nə üçün dalınca gəlmirsiniz? Siz elə zənn etməyin ki, ev sahibi öz qonağına xəyanət etmək istəyir. Atabəy dışarı çıxmaq istəmirdi. Onun fikrincə, qız onu aldadıb həyətə çıxaracaq, onu həyətdəkilər tutub istədikləri tərəfə aparacaqlar. Atabəy bu hadisənin aranlılar tərəfindən düzəldilmiş bir sui-qəsd olduğunu zənn edirdi. Atabəy keşikçilərin həyətdə görünməməsini və öz otaqlarına qapanıb yatmalarını müəyyən bir tapşırıqla əlaqədar hesab edirdi. Atabəy bu fikirlə İçəri qayıdıb qapını daldan bağlamaq üçün hazırlanırdı. Qızın səbri tükəndi və bir daha nə üçün öz həyatınızı təhlükədən qurtarmasına çalışmırsınız? İndi onlar anbarı yarıb həyətə çıxar və sizi burada məhv edərlər dedikdə Atabəy sən get keşikçilərə xəbər ver dedi. Qız da onun üzünə tərs-tərs baxıb istehza ilə söylədi. Cahan pəhlivan, bilmirəm hansı bir cəsarətiniz üçün Cahan pəhlivan adını daşıyırsınız. Qız bu sözləri deyib qayıtmaq istərkən Atabəy də qızın sözlərindən utanıb onunla bərabər dışarı çıxdı. Onlar əvvəlcə keşikçilərin otağının qapısını açıb ayağa qaldırdılar. Keşikçilər Atabəyi görərkən özlərini şaşırdılar. Atabəy isə tez olun, odun anbarını mühasirəyə alın. Orada hər kəs varsa həbsə alıb mənə xəbər verin deyib otağına qayıtdı. Atabəy yenə bu hadisədə qızın iştirak etdiyini və bu hadisəni törətməklə onu evdən köçürməyə çalışdıqlarını zənn edirdi. Buna görə də keşikçi başıya belə bir əmr verdi. Qızı da, ata-anasını da həbsə alarsınız. Sabah ambardakılarla bir yerdə hüzura gətirərsiniz dedikdə qızı həbsə aldılar. Lakin onu həbsə aparırkən Atabəyə tərəf dönüb acı bir tərzdə dedi. Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım, deyərək keşikçinin qarşısına düşüb getdi. Atabəy gənc qızda gördüyü bu cəsarətdən heyrətə düşmüşdü. Bir nəfər kəndli qızının hökümdara bilmirəm hansı bir cəsarətiniz üçün Cahan pəhlivan adını daşıyırsınız deməsi hökümdarın ömründə birinci kərə eşitdiyi sözlərdən idi. Hökümdarı sonra da qızın
ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım deməsi düşündürürdü. Hökmdar o qızın adi bir qız deyil, qəhrəman bir qız olduğunu öz-özünə söylədi. Lakin Atabəy onu qaranlıqda görmüşdü. Qızın yalnız səsini və boy-buxununu xatırlaya bildi. O qəlbində bu qız qəhrəmanlığı qədər gözəlliyə malik olsaydı, bir kəndli qız olduğuna baxmayaraq, mən buna evlənərdim deyirdi. Yarım saatdan sonra keşikçi başı gəlib Atabəyə hadisə barəsində məlumat verib dedi. Ambardakılar 8 nəfər idi. Keşikçini ambara gətirən kimi öldürmüşlər. Əvvəlcə bizə təslim olmadılar. Qaranlıqda qanlı vuruşma başlandı. Nəhayət, onlardan 5 nəfər öldü. Bizdən isə 7 nəfər ölüb. 5 nəfər yaralandı. Onlardan biri qalan 3 nəfər həbsə alınmışdır. Gedib yanıma gətirin. 5 dəqiqədən sonra 3 nəfəri gətirdilər. Onların birisi əlindən, ikincisi boynundan, üçüncüsü başından yaralı idi. Atabəy onları bu şəkildə görüncə keşikçi başıya əmr etdi. Bunların yaralarını bağlamaq lazımdır. Aparıb yaralarını bağlayın. Libaslarını dəyişdirin, sonra da istintaq üçün hüzuruma gətirin. Yaralıları apardılar. Atabəy fikrini dəyişdi və bu sui-qəsdi öz-özlüyündə təhlil edərək, bu sui-qəsdi ancaq Azərbaycanlılar düzəldə bilər. Hərgah arana girə bilərsəm, ölkənin daşını daş üstündə qoymayacağam deyirdi. Caniləri gətirdilər. Atabəy onlara sual verdi. Hara adamısınız? Onların ikisi danışa bilmirdi, çünki yaraları olduqca ağır idi. Bunun üçün Atabəy onların yerə oturmalarına əmr verdi. Yalnız əlindən yaralanmış olan Atabəyin sualına cavab verdi. Bizim üçümüz də Nəhavənd mahalından, Bidustan şəhərinin Ağqələ kəndindənik. Hansı bölükdənsiniz? Nəhavənd focundan. Atlısınız ya piyada? Xeyr, üçümüz də atlıyıq. 5 nəfər ölən yoldaşınızı da tanıyırsınızmı? 5 nəfər ölənin 3-ü yenə də Nəhavənd focundandır. Lakin 2 nəfərin haradan olduğunu bilmirik. Ne üçün bura gəlmişdiniz? Focumuzun rəisi bizi həmin ölən yoldaşlardan birisinin sərəncamına vermişdi. Rəis sizə nə kimi vəzifə tapşırmışdı? O bizə demişdi ki, bu adam hər nə əmr edərsə yerinə yetirməlisiniz. Siz ondan heç bir şey eşitmədinizmi? Eşitdik. Dedi ki, Atabəyin düşmənlərini öldürməyə gedirik. Atabəy kimdir? Qızıl Arslan. Sizin bir-birinizə nə qədər pul verdilər? Heç bir şey vermədilər. Dedilər, Qızıl Arslan hər birinizə bir kənd verəcəkdir. Atabəy dərhal atlı göndərib Nəhavənd focunun rəisini yanına çağırmaq əmrini verdi. Lakin Nəhavənd focunun harada olduğu məlum deyildi. Atabəy dərhal Hüsaməddini hüzuruna çağırıb focun harda durduğunu soruşdu. Hüsaməddin focun Qarabağdan 3 fərsəng məsafədə olan Mir kəndində yerləşdiyini xəbər verdi. Atlılar sürətlə yola düşüb Mir kəndinə getdilər. Atabəy müqəssirləri danışdırdıqdan sonra qızın və ailəsinin bu hadisədə təqsirli olmadığını təyin edib, onları həbs etdirdiyindən utandı və keşikçi başından soruşdu. Qız və onun ailəsi hardadır? Öz evlərindədir. Qapıda adam qoyub dışarı buraxılmamalarını tapşırmışam. Onları azad buraxın. Müqəssirləri saxlayın, yaralıların ölmələrinə imkan verməməyə çalışın. Bununla xəyanətin izini itirə də bilərsiniz. Otaq boşaldı. Atabəy yorğan döşəyə girdi, lakin o heç bir zaman o cəsarətli qızı və onun dediklərini unuda bilmirdi. Xüsusən o, qaranlıqda qızın çöhrəsini görə bilmədiyi üçün ona cürbəcür şəkil verir, lakin yenə də qəti bir qərara gələ bilmirdi. O gözəldirmi? Çirkindirmi? Deyə düşünürdü. Lakin qızın səsi daima onun qulaqlarında cingildiyir, sanki tez-tez bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhlivan adını daşıyırsınız deyirdi. Atabəy
Bu düşüncələrdən sonra yenə də öz-özünə hərgah Azərbaycanlıları bu kimi qəhrəman analar doğmuşdursa, mən onlara qalib gələ bilməyəcəyəm deyirdi. Gecə yarıdan səhərə qədər Atabəy bu fikirlərlə yatağın içində o tərəf bu tərəfə dönür və tez-tez pəncərəyə baxaraq səhərin nə vaxt açılmasını gözləyirdi. O, qızı bir daha görmək üçün tələsirdi, lakin buna ümidi yox idi. Çünki qızın yaxşılığına qarşı yamanlıq etmişdi. Gündəki vaxtında yatağından durdu. Yaxanıb qurtaran kimi qapı açıldı. Atabəy üçün səhər yeməyi gətirildi. Qız yenə də adəti üzrə Atabəyə xidmət etməyə başladı. Atabəy gözünün guşası ilə qızı diqqətlə süzürdü. Atabəy qızın acıqlı olmadığına güvənərək ona sual verdi. Sənin adını soruşmaq mümkündürmü? Qız başını yuxarı qaldırıb Atabəyin üzünə baxıb cavab verdi. Hərgah hökmdar məmləkətində yaşayan bütün qızların adını öyrənməyə başlarsa, başqa işlərə vaxtı çatmaz. Səni başqaları ilə müqayisə etmək yaramaz. Əvvəla mən burada 20 gündən bəri yaşayıram, sizdən hesaba gəlməz məhəbbətlər görmüşəm. İkincisi də budur ki, sən məni ölümdən xilas edibsən. Adımla özümün arasında böyük bir fərq vardır. Özüm adıma oxşamadığım üçün adımı deməkdən utanıram. Yəqin ki, adın çirkindir, çünki özün olduqca gözəlsən. Qız başını divara tərəf çevirib utana-utana, adım gözəldir, dedi. Atabəy qıza bir daha diqqətlə baxaraq yavaşdan, doğrudan da gözəlsən, dedi. Gözəl səhər yeməklərini süfrəyə düzərək Atabəyin xidmətində durmuşdu. Atabəy əlini yeməkdən çəkərək, sən o kürsünün üstündə oturmasan, mən yemək yeməyəcəyəm dedikdə, gözəl birinci təklifdə kənarda qoyulan kürsünün üstündə oturdu. Atabəy bacardıqca yeməyin uzun çəkməsinə çalışırdı. Çünki yemək qurtaran kimi qız süfrəni yığıb gedəcəkdi. O bir də qızı ancaq nahar yeməyi vaxtında görəcəkdi. Səhər yeməyindən sonra Atabəy qoşun sərkərdələrini qəbul edəcəkdi. Buna görə də qızı öz yanında çox saxlamağa çalışırdı. Qızın özü də bunu anlamışdı. Çünki Atabəyin gözü qızda olduğu üçün nə yeyib, nə içdiyini şaşırmışdı. O, şirin və dadlı xörəkdən götürmək istərkən əlini duz qabına, istiota uzadırdı. Gözəl isə Atabəyin bu vəziyyətini gördüyü zaman qəlbən gülürdü. Atabəy bütün qüvvətini gözlərinə yığıb qızı ölçüb biçirdi. Gah qızın uca boyuna, nazik və eyni zamanda mütənasib əndamına, gah da nar gülünün yarpağından incə və qırmızı dodaqlarına, dar ağzına, yumru gözlərinə, ağlı qırmızı və ətli yanaqlarına, əmbər və şəvədən qara saçlarına, kiçik və ətli əllərinə baxaraq varlığını uduzmağa başlayırdı. Atabəy ona sual verdi. Sən gecə o qorxulu zamanda bu həyətə nə üçün gəlmişdin? Ambardan odun aparmaq üçün gəlmişdim. Atam xəstə idi, evi qızdırmaq lazım idi. İndi necədir? Atanın səhhəti yerindədirmi? Atabəyin dövlətindən həbsə alındığı saatdan bəri səhhəti düzəlmişdir. Hadisə insanlar üçündür, lakin səndən çox razıyam. Məni ölüm təhlükəsindən xilas etdin. Bu barədə heç bir razılıq lazım deyil, çünki bu mənim borcum idi. Bu borc padşahla əlaqədar deyildir. Burası elin adətləri ilə əlaqədardır. Çünki adətimizə görə qonağın müdafiəsi ev sahibinin vəzifəsidir. Hərgah başqa evdə olsaydınız, bəlkə də sizi müdafiə etməzdim. Nə üçün? Siz hökmdarı sevmirsinizmi? Çünki hökmdar da bizim xalqımızı sevmir. Bunu sənə kim söylədi? Bunu mənə dağılan kəndlər, yandırılan evlər, tüstülənən xanimanlar, talan olan şəhərlər, ayaqlanan tarlalar anlattı. Bunların hamısı hökmdarın Azərbaycanlıları sevmədiyini göstərir. Mən sizi ölümdən qurtardığım üçün özüm və ata-anam həbsə alındı. Atabəy qızın qəlbini ələ gətirmək üçün dedi. İncimək lazım deyil. Hökmdar hər kəsə inana bilməz.
Bir qızın vasitəsilə məni həyətə çağırıb öldürə də bilərdilər. Həyat məsələlərində diqqətli olmaq lazımdır. Lakin bunu sənə də məsləhət görürəm. Bir yaxşılığa qarşı göstərdiyim nəzakətsizliyi unut. Sənin atanı da, ananı da çağırıb üzr istəyəcəyəm. Evinizdən aldığım gözəl xatirələr mənim həyat tariximdə unudulmayacaqdır. Xüsusən mən gözəl qızı heç də unuda bilməyəcəyəm. Bu qədər gözəl qızdan və bu mədəni mənzərədən ayrılmaq mənim üçün bir taxt tacdan ayrılmaq qədər çətin olacaqdır. Qız heç nə danışmırdı. Hökmdar sanki sözlərini divar və divardakı pərdələrə deyirdi. Buna görə də padşah qıza sual verdi. Əcəba, mən sənə vədə verdiyim böyük bir mükafat səni razı salarmı? Sən dünyanın məşhur bir xanımı olmağı istərsənmi? Qız yemək şeylərini yığmaq istərkən etinasız bir tövr alaraq dedi. Hər kəs öz damının altında xanımlıq qurmaqla xoşbəxt ola bilər. Hər kəs öz qazandığı ilə mükafatlansa daha yaxşıdır. Sən mükafatı qazanmışsan. Mən bir mükafata səlahiyyətdar olsam belə, siz mənə verəcəyiniz mükafatı özünüz qazanmamışsınız. Hökmdar bilməlidir ki, mükafat almaq olar, lakin hər kəsdən yox. Biraz əvvəl xain və qatil hesab etdiyiniz qız hansı bir vicdanla sizin mükafatınızı qəbul edə bilər? Önünüzdə duran qız sizin qapınızı elə bir xain fikirlə döysəydi, hökmdarı həyətə çağırmaq lazım deyildi. Siz qapını açan kimi mən sizi öldürərdim. Heç kəs də bilməzdi. Sən dünən gecə mənə dediyin sözlərindən indi peşman olursanmı? İnsan düşünərək deyilən sözdən peşman olmaz. Sənə gözəl adını kim qoyubdur? Bu ad sənin üçün nə qədər uyğundur? Körpə ikən onlar sənin bu qədər gözəl qız olacağını hardan bilmişlər? Atam və anam qoymuşdur. Burada bir çətinlik yoxdur. Onlar kəndlidir, nə əkib, nə biçdiklərini bilirlər. Sən olduqca gözəlsən. Xasiyyətin daha gözəldir. Söylə, mən səni nə ilə mükafatlandırım? Nə üçün öz hökmdarını şadlandırmaq istəmirsən? Elə bilirəm ki, hökmdar mənim istədiyim mükafatı verməyə qadir deyildir. Çünki mən istədiyim hökmdarlığın əsas arzularının əleyhinədir. Mənim hər bir şeyə qüdrətim vardır. Hər nə istəyirsən istə. Mən öz arzularımı da sənə qurban verə bilərəm. Mən istəyirəm ki, hökmdar qayıdıb öz yerinə getsin. Qabaqda qış gəlir, xalqa rahatlıq versin. Bu ikinci kərədir ki, sizin ordunuz bu məmləkəti dağıdır. Bu xalqa rəhm etmək, həm xalqı, həm də məni mükafatlandırmaq deməkdir. Hökmdar buna qadirdirmi? Mən xalqa rahatlıq vermək məqsədi ilə nadinc adamları cəzalandırmaq üçün gedirəm. O zaman hökmdar nadinc adamları öz ətrafına yığıb getməməlidir. Siz nadinclərə də o qədər böyük ixtiyar veribsiniz ki, özünüzü öldürməyə qədər cəsarət ediblər. Hökmdarını öldürə bilənlər rəiyyətlə dinc yola gedə bilərmi? Qızın sözləri Atabəyi düşündürdü. Özünün nə kimi bir xalq içində olduğunu və nə kimi bir mühitin insanları ilə qarşı-qarşıya durduğunu təyin etdi. Uzun dəqiqələr aralığı sükut bürüdü. Nəhayət, Atabəy qıza müraciətlə səndən üzr istəmək üçün yanıma çağırmışdım. Çünki səni və ailəni rahatsız etmişdim. Eyni zamanda sənin bu qədər gözəl olduğunu bilmirdim. Gözəl, gözünün yanı ilə ona baxaraq gülümsündü və elədir hökmdar. Hər şeyi bilmək, bilməməkdən yaxşıdır dedikdə, Atabəy də bilmədiyin zaman maraqlanır, biləndən sonra isə dərdlənirsən. Tək bir qız üçün dərd çəkməkdənsə, hökmdar öz məmləkətinin dərdini çəkməlidir. Yalnız bir qızın gözəlliyi ilə bir məmləkəti gözəlləndirmək olmaz. Bütün məmləkətin gözəl olmasının qeydinə qalın. Əlahəzrət, siz ki gözəlliyin əleyhinəsiniz. Gözəl təbiətə malik olan Azərbaycanı dağıtmaq gözəlliyə qarşı xəyanət deyildirmi? Araz çayı ilə
Kür çayının arasındakı cənnəti at dırnaqlarında çeynədən bir hökmdar gözəllik tərəfdarı olduğunu iddia edə bilərmi? Mən atanı yanıma çağırıb məsələni ona aça bilərəmmi? Hansı məsələni? Azərbaycanı dağıtmaq məsələsini mi? Xeyr, gözəl qızın məsələsini. Mənə aid məsələni atamla həll etməyin nə mənası vardır? Əcəba, hökmdar mənim məsələmi həll etmək üçünmü ordu çəkib gəlmişdir? Sənin bu məsələni şəxsən həll etmək üçün səlahiyyətin vardırmı? İnsanların hamısında öz məsələsini həll etmək üçün səlahiyyət vardır. Bəzən bu səlahiyyəti insan azadlığının əleyhinə düzəlmiş qanunlar insanlardan alır. Kimdən tərbiyə aldın? Anamdan. Anan elmlidirmi? Həm elmli, həm də tərbiyəlidir. Anan hansı ailədəndir? Bilmirəm sizə nəyi deyim və kimləri anladım. Siz Azərbaycanda hansı ailəni tanıyırsınız? Şairlərdən, ədiblərdən, ziyalılardan və məşhur qəhrəmanlardan tanıdığınız adamlar vardırmı? Mən Azərbaycanda möhtəbər şairlərdən Nizami, Xaqani, Əbülülanı tanıyıram. Ruhanilərdən Xətib Gəncəvini, əyanlardan Süleyman İbni Bərəkəti, qəhrəmanlardan isə Fəxrəddini tanıyıram. Son adını çəkdiyiniz zat mənim doğma dayımdır. Elə isə səni təbrik edirəm, xoşbəxt qızsan. Səni bir daha xoşbəxt etmək istəyirəm. Hökmdar məni nə kimi bir şeylə xoşbəxt edə bilər? Keyqubad və Firidunların tacından qiymətli olan tacımla. Qız gülümsünərək hökmdara dedi. Bəlkə də hökmdar tacı çox qiymətli hesab edir. Lakin məncə onun baş üçün verdiyi ağırlıq qiymətindən daha ağırdır. Səni Cümşüdün taxtına meydan oxuyan uca taxtımla sərəfraz edərəm. Böyük şair Nizaminin padşahlara həsr etdiyi şeir Əlahəzrətin nəzərinə çatmadımı? Atabəy təəccüblə soruşdu. Hansı şeiri? Nizami padşahları qəflət yuxusundan ayıltmaq üçün yazdığı şeirdə deyir ki, ey hökmdar, çox da taxtım deyərək məğrur olma. Əcəlin atı daima yəhərli halda durur. Hər taxtın kölgəsində bir tabut vardır. Səni dünyanı öz ovcunun içində saxlayan bir hökmdar sevərsə, onunla iftixar etməzsənmi? Hansı şərtlə iftixar edərəm? Dünyanı ovcunun içərisində saxlayan qüvvət, elin qüvvəti deyil, öz şəxsi qüvvətin olsaydı, iftixar edərdim. Lakin xalqın qanı və canı ilə əldə edilən qələbə ilə tək-tək şəxslərin iftixar etməsi düzgün deyildir. Hökmdar xalqın qüvvətinə güvənir. Mən özüm də pəhlivanam. İndiyə qədər mənimlə tək-tək, qarşı-qarşıya çıxanların qalib gəldiyini görməmişəm. Səni sevən zat hələlik öz qılıncını bir kimsəyə təslim etməmişdir. Mən bir ölkənin və bir məmləkətin pəhlivanı deyiləm. Cahanın pəhlivanıyam. Məni sevməyin şərtləri vardır. Yalnız pəhlivanlıqla məsələ bitmir. Nə kimi şərt? Gözəl qız, onu söylə. Hökmdar bu gözəlliyə qarşı bəndəlik etməyə hazırdır. Məni sevən xalqımı sevməlidir. Mənim sevdiyim zat bu xalqın düşməni olmamalıdır. Çünki mən bu torpaqda, bu xalqın içərisində doğulmuşam. And içirəm. Hökmdar bilməlidir ki, bizim elin adətində and içib andını sındıran adamdan da düşmən adam yoxdur. Hərgah andı sındırsanız onda necə olsun? O zaman məni cəzalandırmağa haqqım vardır. İndi de görüm, atanı çağırıb danışımmı? Atabəyin bu təklifindən sonra gözəl heç bir söz demədi. Bu sükut onun razılığı demək idi. Gözəl öz qəlbində Atabəyin bu sevgisindən istifadə edib, Aran xalqını qətl qarətdən qurtarmağı
və öz xalqını xoşbəxt etməyi düşünürdü. Buna görə də Atabəyin təklifini rədd etmədi. Qabları da, süfrəni də yığışdırıb getdi. Atabəy öz katibi Kiçik Buğanı çağırıb tapşırdı. Həbsə alınan caniləri möhkəm saxlayın. Mən bu sui-qəsdin Qızıl Arslan tərəfindən düzəldiyinə inana bilmirəm. Burada başqa əllərin işləməsi ehtimalı vardır. Mənim həyatımı təhlükədən qurtaran qızın xidmətini ən uca bir mükafatla qarşılamaq istəyirəm. O, həm gözəldir, həm də bir igiddir. Onun bütün varlığı hökmdara layiq bir qız olduğunu oxuyur. Qəhrəman bir nəsil yaranması üçün belə bir qadın lazımdır. Buğa bu sözlərdən gülümsünərək hökmdara sual verdi. Bəs mələkə? Mələkə yenə də öz mələkəliyində qalır. Bu qız mələkəlik düşkünü deyildir. Elə zənn edirəm ki, mən ailə xoşbəxtliyimi ancaq bu qızla tapa biləcəyəm. Bu, sözü çox açıq danışır. Bu cür qadınlarla anlaşmaq çox da çətin deyildir. Mənim mələkəm isə şübhəli bir qadındır. Nə istədiyini öyrənmək mümkün deyildir. Doğrusu ki, mən mələkədən qorxuram. O mənim üçün bir təhlükədir. İndi gedib qızın atasını mənim yanıma çağır. Kiçik Buğa getdi. Dəyərli izləyicilər, romanın davamını dinləməyə davam edin. Abunə olmağı yaddan çıxarmayın.